Salam əziz şagirdlər. 6-cı sinif monitorinqinin tam əsasını təşkil edən tənlik və bərabərsizliklərə aid 30 sualla gəlmişəm. Suallar asandan çətinə doğru gedir və sizi təmin edə bilərəm ki, 5-6 sualı bu sınağa baxandan sonra tam dəqiqliklə, tam əmin şəkildə rahatlıqla işləyə biləsiniz. Yenə deyirəm, monitorinqə ən çox düşən mövzu bax bu iki mövzudur. Gəlin başlayaq. Görək nə deyir. Birinci sualdan bizə deyir ki, 7-nin 3 misli ilə x ədədinin cəmi. Baxın, 3 misli nə deməkdir? 7 vur 3, üstəgəl x misil və deyir cəmi. Olacaq 7-nin 3 vuranda 21, 21 üstəgəl x şəklində olacaq. Cavab oldu B variantı. Bir dəqiqə, bunu balacalaşdıraq. Aha, ikinci sual. Bizə deyir ki, 10a üstəgəl 15b ifadəsində ortaq vurğu mötərizə xaricdən çıxardın. Baxın, 10a üstəgəl 15b. Hər ikisi nəyə bölünür? Hər ikisi 10 da 15 də 5-ə bölünür. Vuruq kimi çıxarsam 5 vurulsun. 10'u nəyə vursam? 5'i nəyə vursam 10 eləyər 2'yə. Yanında da hərfini yazıram. Üstəgəl 5'i nəyə vursam mən 15'i əldə eləyərəm 3'ə. Deməli yazacağım 3b. Cavabımız oldu C variantı. Üçüncü sual deyir ki, x bərabərdir -4 olduqda bu ifadənin qiymətini tapın. Aparıram yerinə qoyuram. Yazıram belə. 2 vurulsun. X-ə -4 deməyib. Yazıram 2 vur -4. Üstəgəl 9. Uşaqlar 2-ni -4-ə vuranda -8. Üstə 9 gələndə adi 1 edir. Cavab oldu D variantı. Dördüncü sual. 4x çıx 18 bərabərdir. Biraz konuşduram. Çıxılsın 18 bərabərdir 7x üstəgəl 12. X'in yeri haradır? Bunun yanı ədədin yeri bu tərəf. Yazıram 4x, 7x bura gələndə çıx 7x bərabərdir 18 ora gedəndə toplama 18 olacaq. -3x bərabərdir 36. X bərabərdir -12. Cavab oldu. Ay, burada mən səhv yazmışam. 12 imiş, mən 18 yazmışam. Onda 12'nin son 18 gələndə 30 eləyir. 30'u da 3'ə böləndə 10 eləyir. Üzr sayın. -10 olacaq. 5-ci sual. Deyir ki, 2x bərabərsizliyini ala biləcəyi tam əllər çoxluğunu. Baxın, 2'ni keçir, 8'ə çatmır. 2'nin altında xət yoxdur. Deməli, 3'dən başlamalıyım. 3, 4, 5, 6, 7. Əgər altında belə bir xətt olsaydı, 8'i götürərdim. Yoxdur deyə götürmürəm. Elə 7'də də dayandıram. 3, 4, 5, 6, 7. Cavab oldu A variantı. 6-cı sual. Düşərgədəki uşaqların sayı 2 dəfə artarsa və daha 20 nəfər gələrsə, ümumi sayı 84'ü keçməz. Baxın, düşərgədə hal-hazırda nə qədər uşaq var bilmirik. Yazıram x. 2 dəfə artmaq. 2 dəfə artmaq uşaqları 2'yə vurmaq deməkdir. Və 20 nəfər gəlsə, deyir ki, 84'ü keçməz. Demək 84'dən kiçik olar. Yaxşı, bəs 84'ün özü olarmı? Olar. Niyə? Keçmir çünki. Deməli, 2x üstəgəl 20 kiçikdir və bərabərdir 84. Cavab olacaq C variantı. C variantı. 7-ci sual. Bu bərabərsizliyi ödəyən ən böyük tam ədədi yazın. Gəlin bərabərsizliyimizi yazaq. 3x çıx 4 kiçikdir 2x üstəgəl 5. 3x'dən 2x'ə çıxıram. Verir 1x. 5'in də üstünə 4 gəlirim 9. 1x kiçikdir 9'dan. Bizə deyir ən böyük tam. Uşaqlar 9'dan kiçik ədəd 8'dir. Ən sonuncu 8'dir. 8-ci sual deyir ki, 3 ardıcıl tam ədədin cəmi -12'dir. Bu ədədlərdən böyüyünü tapın. Ardıcıl ədədlər, ben mesela yazırım 3, 4, 5. Düzdürmü? Bunlar arasında fərq nədir? Bunların hər biri 1-1 artır. Yəni hər sonraki ədəd özündən əvvəlkindən 1 vahid artır. Onda buna yazacağım x üstəgəl 1. Üçüncüyə də yazacağım x üstəgəl 1. Bir dənə də 1 artanda x üstəgəl 2 qədər artmış olur. Və nəticədə -12 eləyir. X'ları 1 toplayanda x, 3x, 1 ilə 2'ni toplayanda 3 eləyir. 3x üstəgəl 3 bərabərdir -12. 3'ü keçirdirəm bu yana olur 3x bərabərdir -12 çıx 3. 3x bərabərdir -15. X bərabərdir -5.
Cevap oldu C variantı. 9. sualımız. Tənlik verib yenə üzr istəyirəm. Burada axırını oxumadım. Bizə böyüyünü istəyir. Biz tapmaqla kiçiyi tapdıq -5. Hə, uşaqlar. Bura -5'dir. İndi bu bundan 1 vayda artıqsa bu olacaq -4. Bu da olacaq 2 vayda artıq, yəni -3. İndi birdən deyərsiniz ki, -5, -6, -7 olmaz. Mənfilər balacalaşdıqca böyüyürlər. Yəni rəqəmin özü böyüdükcə əslində balacalaşır. Çünki sıfırdan uzaqlaşır. Bizə də ən böyüyümüz olacaq -3. Cavab oldu A variantı. Yaxşı ki, baxdım. 9. sual. 2 vurulsun. Deməli, vurub açıq bir yolluq. Ya da bu yazım. 3x çıx 4 bərabərdir 4. X də gəl 2. Nə edirəm? 2'ni 3'e vuranda 6x. 2'ni 4'e vuranda çıx 8. 4x'e vuranda 4x. Üstə gəl 4'ü 2'ye vuranda 8. 6x'dən 4x'e çıxıram 2x. Bu 8 bunun yanına gəlir. Olur 8 də gəl 8. 2x bərabərdir 16. X'imiz bərabər imiş 8'e. Cevap oldu A variantı. 10. sual. Düzbucaqlının eni A santimetr, uzunluğu ise ondan 5 santim böyükdür. Bir dənə qəşəng bir düzbucaqlı çəkək. Qəşəng olmadı. Qoy trapezi oldu bu. Düzbucaqlının eni A'ymış. Bura bir A yazdıq. Uzunluğu ondan 5 santim böyükdür. Məsələn, 1'dən 5 santim böyük 6'dır. 2'dən 5 santim böyük 7'dir. Onda mən bura A üstə gəl 5 deyim. Elə. Və bizə deyir ki, onda burada A üstə gəl 5'dir. Onda burada A'dır da, düzdür. Bizə nə deyir? Deyir ki, P bərabərdir 32'yə. İndi, deməli mən deyə bilərəmmi? Bu 4 tərəfin cəmi 32'dir. Bəli, onda yazıram belə A üstə gəl A üstə gəl A üstə gəl 5, üstə gəl A üstə gəl 5 bərabərdir 32. 4'ün də cəmi 32'dir. Perimetr bu deməkdir. Gəlin baxaq 1A, 2A, 3A, 4A. 4 dənə A'mız var. 1 5'imiz, bir dənə də 5'imiz. 4A üstə gəl 10 bərabərdir 32'yə. 4A bərabərdir. Deməli, bura 22 imiş. Üstünə 10 gəldi 32 eləyib. A da bərabərdir 22'ni 4'ə böləndə 5 tam onda bir dəqiqə 4'ün 5 tam onda 5 edir. Deməli bizim tərəfimiz 5 tam onda. Heç bizim bunu istəmirmiş ki, tənlik qurun deyir. Onda yazaq belə 2 vurulsun. Elə bir 2 dənə daxı bundan. 2 vurulsun A üstə gəl A5 bərabərdir 32. Baxın, ən uygunu bu tənlikdir. Hər tərəfdən 2 dənədir deyə 2'yə vururuq. Mən vəbşə də həll elədim. Heç baxmıram cavablarına. Yaxşı. 11. suala baxaq. Deyir ki, turist hər saatda x kilometr sürətlə 4 saat piyada yol getdi. Deməli, x-i vururam 4'ə. 4x qədər yol gedibdi. Daha sonra hər saatda y kilometr olmaqla 2 saat getdi. Onda bir dənə də 2'ni vururam y-ə. Bu da ikinci getdiyi yoldur. Deyir ki, turistin getdiyi ümumi yol o da olacaq 4x üstə gəl 2y. Cavab oldu C variantı. 12. sual. 12. sual sanki burada həll eləmişdik. Yox, orada başqa idi. Yenə uşaqlar, ben bayaq dediyim kimi 15 ilə 25 hər ikisi 5'ə bölünür. Çıxartsam 15 olması üçün 5'i nəyə vurum 15 olsun. Deməli, bura 3 yazıram. 3A. 5'i də nəyə vursam 25 eləsin 5B yazıram. Bitti. Cavab oldu A variantı. 13. sual deyir ki, x bərabərdir -5 olduqda bu ifadənin qiymətini tapın. Yerinə qoyuram elə bir 4 vurulsun. X-imiz -5'dir. 4 vur 5. Üstə gəl 12. 4'ü 5'e vuranda -20. Üstünə 12 gələrik. -20 ilə də 12'ni toplayanda -8 edir. Cavab B variantıdır. 14. 5x çıxılsın 20 bərabərdir 8x üstə gəl 1. Uşaqlar 5x-dən 8x-ə çıxaq. 8x 10 yanına gəlir deyə işarəsini dəyişir. 20'ni də 1'in yanına gətirək, toplama olsun o da. -3x bərabərdir 21. 3'ü nəyə vursam 21 eləyər 7'yə. Mənfiyə də böləndə -7 olmalıdır ki, cavab müsbət versin. 15. sual deyir ki, bu bərabərsin tam əllər çoxluğunu seçmə üsuluyla həll edin. Uşaqlar 2'dən keçirdi. Deməli ola bilər 3, 4, 5. Heç bir tərəfin altında xətt yoxdur. Ona görə 6 ola bilməz. Cavab olur B variantı. 16. sual. Avtobusdakı sərnişinlərin sayı 2 dəfə artır. Deməli, bax, nə qədər sərnişin var bilmirəm. 2 dəfə artırmaq 2'yə vurmaq deməkdir. Və 5 nəfər düşür. Düşəndə bu mənə mənfi təsir eləyir də, azalır adamım.
və ümumi sayı 40-dan çox olmaz. Deməli 40-ı keçməz. Çox olmaz. Yəni 40-ın özü uyğundur. 40 ola bilər. Görə indi buna uyğun variant hansıdır? Cavab olur C variantı. 2x çıx 5 kiçik bərabərdir 40-dan. 17-ci sual deyir bərabərsizliyi ödəyən ən böyük tam ədəd. Yenə də 4x çıx 7 kiçikdir 3x-dan. Hərfin yeri sağ oldu. Gətirirəm sola, rəqəmi gətirirəm sağa. Gələn ədəd yerində dəyişdiyi kimi işarəsində dəyişir. 4x çıx 3x kiçikdir 2 üstəgəl 7. 1x üstəgəl 9. Deməli bizim x-imiz 9-dan kiçik olmalıdır. Axırıncı ən böyük ədədimiz elə bil ki, bax gəlir 9-da dayanır da ədəd oxunda. 9-dan əvvəl nə var? 8. Ən böyük qiymətimiz 8-dir. 18. 3 ardıcıl tam ədədin cəmi -5-dir. Yenə bax birinə x deyirəm. Sıradakına nə deyim? Ardıcılda axı. X də gəl 1 deyirəm. Üçüncüdən də deyəcəm x də gəl 2. Və cəmi -15-dir. X. Verdi mi 3x? 1-dən də 2. Verdi mi üstə gəl 3? Bərabərdir -15-ə. İndi 3x bərabərdir. 3-ü keçirdirəm bu yana olur. -15 çıx 3. 3x bərabərdir -18. İndi hər tərəfi 3-ə də böləndə -18 3-ə böləndə eləyəcək -6. Bizdən ən kiçiyini istəyirdi, elə ən kiçiyi -6-dır. Digəri -5-dir. Bu da -4-dür. Ən kiçiyimiz 6-dır uşaqlar. Yenə vurub açmaq. İndi sizin səsinizi eşidən kimiyəm? Nətər açacağım? Baxın 3-ü 2-yə vuranda 6x. Da misalı köçürtmədim. 3-ü 5-ə vuranda 15. Bərabərdir. 2-ni x-ə vuranda 2x. 2.5-i 2-yə vuranda üstə gəl 5. Yazıram belə. 6x gətirirəm yenə. Çıx 2x. Bərabərdir. 15 hara gedir? Qaçır 5-in yanına. Üstə gəl 15. Yerin dəyişən işarəsində dəyişir. Unutmayın. Gəldi 6x-dən 2x-dən çıxanda 4x. 5-dən də 15 toplayanda uşaqlar 20. Yaxşı. Fikirləşin görüm 4-ü nəyə vursam 20 eləyər. Deməli bizim x-imiz 5 imiş. Cavab oldu D variantı. 19 gəldi 20-yə. 20-ci sual. Düzbucaqlının eni B, uzunluğu isə ondan 5 santim böyükdür. Perimetri 40 olarsa tənlik qurun. Yenə də baxın. Bir dənə düzbucaqlı çəkirik. Aha. Burayı B deyək. Uzunluğu ondan 5 santim böyükdür. Onda burada B üstə gəl 5 deyək. Onda burada 2. 2 dənə daxil bundan. Onda birbaşa bunu toplayıb 2-yə vura bilərəm. 2 vurulsun B, üstə gəl B, üstə gəl 5. Bərabərdir 40 şəklində olar. Cavab oldu B variantı. 21-ci sual. Turist hər saatda x kilometr sürətlə 5 saat piyada getdi. Deməli, uşaqlar dərhal x-i vururam 5-ə. Daha sonra hər saatda y olmaqla 3 saat yolda olub. Y-i də vururam 3-ə. Və deyir ki, turist ümumi nə qədər gedib? 5x üstə gəl 3y. Cavab oldu C variantı. Bunu nə qədər balacalaşdırsam da yaxınlaşanda böyüyür. 22-ci. 4x-ə gəl, aha, belə deyir, doğru olub olmadığını müəyyən edin. Gəlin baxaq. Maraqlı sualdır. Yazıram belə, vurub açıram. 4x üstə gəl. 4-ü 3-ə vuranda uşaqlar 12 eləyir. Çıx 2x. Bərabərdir 2x üstə gəl 12. Gəlin baxaq. 4x-dən 12-lər eynidir, görürsünüz. Bir dəqiqə. Bir dəqiqə qələmin zaretkası qutardı. Hə. 4x-dən 2x-ə çıxanda uşaqlar 2x eləyir. Burada bir dənə də üstə gəl 12-miz var. Sağda nəyimiz var? Sağda da 2x üstə gəl 12-miz var. Fikir verin, bu eynilik deyilmi? Sağdan sol eynidir. Deməli, bu tənliyimiz doğru tənlik olacaq. 23-cü sual. Bərabərliyin doğru olub olmadı. Tənlik deməyib, bərabərlik deyir. 23-cü sual. Buradan o tərəfə deyəsən məsələlər gəlir. Bizə deyir ki, birinci ambarda 300 ton, ikincidə 180 ton kömürü var. Hər gün birincidən 10 ton, ikincidən isə 6 ton kömür aparılır. Neçə gündən sonra ambardan qalan kömür bərabər olacaq. Fərz eləyək ki, bu bizim birinci ambarımızdır. Buna yazıram 300, hal-hazırda 300 ton var. İkinci ambarımıza da yazaq. Neçə tondur? Bu biraz bundan az tondur, 180 tondur. Uşaqlar, bu hər gün itirir. Nə qədər itirir? Birinci 10 ton. Bax, buradan 10 getdi, yenə 10 getdi, yenə 10 getdi. Buradan isə hər gün 6 gedir. Nə qədər gün davam edir? Mən bunu bilmirəm. Mənə deyir neçə gün.
Onda mən 300-dən 10x çıxıram hər gün. Bax bir gün 10, ikinci gün 20, üçüncü gün 30. Yəni ki artıq bu qədər hər gün azalır. Deməli 10x sayda azalır. Bərabər, bizə deyir ki bərabər olsun. İkinci çəllək nə qədər? Çəllək deyirəm. İkinci ambar nə qədər azalır? 6x qədər. Hər gün 6, 6 bu qayda ilə azalır. Və bizə deyir ki neçə gün sonra bunlar eyni qədər qalsın. Ona görə ortada bir bərabərlik yaradıram. Sonra gəlirəm x-ləri bir yerə gətirirəm. Yazıram belə. Mənfi 10x. 6x-i gətirirəm bura uşaqlar. Olsun. Üstəgəl 6x. Sağ tərəfdə 180 var. 300-ü gətirirəm onun yanına. Bura verir mənfi 4x. Burada verir mənfi 120. Onsuz mənfilər bir-birini atacaq. 120 də 4-ə böləndə 30 eləyir. Deməli 30 gündən sonra bu çəlləklər, ambarlar bərabər miqdarda qalacaq. Yəni görmək. Nəysə səhv elədik. 30 gün sonra burada şey qalmaz axı, deyən görək. Hər gün birincidən 6-dır. Hardasa səhv elədik o görək. Neçə gündən sonra ambarda qalan kömür bərabər olar. 180-dən 20, ondan da 6-sını çıxıram 4x. 120-də 4-ə böləndə 30 eləmirmi? Hə, burada yəni bərabər olması üçün 0-0 qalmalıdırlar. Hə, düzdür. Başqa bir ehtimalımız yoxdur. 24-cü gün. Deyir, 24-cü gün nə idi? 24-cü məsələ. Elvin fikrində tutduğu ədədə 3 əlavə etdikdə alınan nəticə 2-dən kiçik olur. Fikrində tutduğu ədənin ən böyük tam qiymətini tapın. Elvin fikrində nə tutub? Bilmirik. Yazırıq 1x. Deyir, 3 əlavə etdikdə. Deməli, üstünə 3 gəlir. Alınan nəticə 2-dən kiçikdir. Deməli, yazıram kiçikdir 2. Sonra keçirdirəm bu 2-ni, 3-ü, 2-nin yanına. Yazıram 2 çıx 3. X kiçikdir. 2-dən 3-ün çıxanda mənfi 1 eləyir. Aha. Mənfi 1-dən kiçik deyir ki, ən böyük. Mənfi 1-dən kiçik ən böyük ədəd mənfi 2-dir. Deməli, ən uzağı mənfi 2 tutmuş ola bilər. 25-ci sual. Deyir ki, ayaqqabı 80 manat, köynək 40 manatdır. Ayaqqabı 20%, köynək 15% endirim edilərsə, hərəsindən birdən alan müştəri nə qədər ödəyər? Yaxşı, hal-hazırda ayaqqabı 80 manatdır. Ayaqqabı 20% endirim edilir. Əvvəl 100% qiyməti idisə uşaqlar. İndi 20% endirim edilir. Gəlin 80-in 20%-ni tapaq. Vuraq 20-yə, bölək 100-ə. Görək ayaqqabı nə qədər endirmə düşüb. Bu da eləyir 16 manat. Deməli, 80 manatlıq mal 16 manat çıxandan sonra bizə gəlir olur 64 manat. Düzdürmü? 64 manat mən buradan aldım. Buna pul xərclədim. Gəldi indi bizim köynəyimizə. Köynəyimiz 40 manatdır. Köynəyə 15% endirimdir. Köynəyin də 15%-ni tapaq. 0 getsə 40-15 oranda 60. Deməli 6 manatdır. Yaxşı, 40 manatlıq köynəyə də 6 manat endirim eləyəndə nə qədər pul verəcək bu alıcı? Deməli, bu da 34 manat alıb da, düzdür? 64 manat belə xərcləyib, 34 manat da belə. Cəmi 98 manat pul xərcləyib. 26. Bərabərliyin doğru olub olmadığını göstərin. Bayaqki məsələ kimidir uşaqlar. Gəlin vurub açaq. 5x üstə gəl 5 3'üm 15. Və bunu buna vurdum. Sonra bunu ikinciyə vurdum. Çıx 2x bərabərdir 3x üstə gəl 15. Deyir doğrudurmu? Həqiqətən 5x-dən 2x-dən çıxanda 3x verir. Üstə gəl 15. Sağ tərəfdə də 3x üstə gəl 15. Bu tənlik deyil ha. Yəni bunu sağa keçirdib həll eləmirik. Bu bərabərlikdir, isbatdır. Yəni doğru görüm sol sağa ilə eyni şey alınırmı? Alınırsa eynilik doğrudur. 27-ci sual. Yenə bayaqki çən məsələsindən. Deməli, birinci çəndə 220 litrdir. İkinci çəndə isə 140 litrdir. Biraz bu çənimizi balaca tutaq. 140 litrdir. Bu çən hər dəfə, hər dəqiqədə birincidən 6 litr gedir. Baxın, 6x gedir. İkinci isə 4 gedir. Neçə dəqiqədən sonra çənlərdə qalan suyu miqdarı bərabər olacaq? Neçə dəqiqə? Bilmirəm. Yazıram 2x. Yazıram 2x. Yazırıq belə 220 çıx 6x bərabərdir 140 çıx 4x. Yenə eyniləşdirirəm. Yazıram mənfi 6x üstə gəl 4x bərabərdir 140 çıx 280 220. Mənfi 2x bərabərdir mənfi 80. X-ə bərabərdir 40 dəqiqə. 40 dəqiqə sonra bunlar güya ki tam boş olacaq. Görün. Ödəməz axı bu.
Bu suallarda mexaniki olarak səhvliklər var. Və hər dəqiqədə birincidən 6. Çünki 40 dəqiqə sonra bunda su qalmaz. Ona görə ola bilsin ki, müəllim yazanda sualların həllinə tam vaxt ayırmayıbdır. Qızım, bunun həlli var axırında. Yoxdur. 28. Yəni belə, amma mexaniki olaraq həll yolu bu cürdür uşaqlar. Hər dəqiqədə birincidən. Gəldi 28-ci suala. Əsas tənliyin yolunu bilin. Orada yəni imtahanda qorxmayın, sizə cavabı çıxan variantlar olacaq. Elxan fikrinə tutduğu ədədə 5 əlavə etdi. Deməli, x-a 5 əlavə etdi. Və nəticə 1-dən böyük olur. Deməli, yazıram böyükdür 1-dən. Elxan tutduğu ədədin ən kiçik tam qiyməti. Yenə 5-i keçirdirəm o yana necə gəlir uşaqlar? Mənfi 5-lə. Yazıram 1 çıx 5. Onda x da böyükdür. 1-dən 5-in çıxanda mənfi 4 eləyir. Aha. İndi mənfi 4-dən böyük olmalıdır. Mənfi 4-dən böyükdə ilk ədədimiz mənfi 3-dür. Ona görə cavab olacaq mənfi 3. 29. Gödəkçə 60 manat. Gödəkçə. Qısa yazıram gödəkçə. 60 manat. Papaq bərabərdir 30 manat. Gödəkçəyə 25% endirim edilir. 25%. Papağa isə 10% endirim tətbiq edilir. Hər birindən birdən alan alıcı cəmi neçə manat ödəyir? Gəlin gödəkçə 60 manat deyil. Bunu 25%-ni tapaq. Görək nə qədər endirim edilir. Eləyir 4-də 1. 60-da 4-ə böləndə 15 manat. Gödəkçə 60 manatdan 15 manata endirim eləyəndə uşaqlar. Bu adam buna 45 manat ödəmiş olur. Düzdürmü? Atdım qırağa. 30 manatın 10%-i də 3 manat eləyir. Yazım. Sıfırlar bir-birini aparır. Qalır 3 manat. 30 manatlıq məhsula 3 manat endirim eləyəndə də 27 manat da bu ödəmiş olur. İndi deyir ikisindən də bir dənə alıb. 45 ilə 27-dən toplayanda 2, 72 manat pul ödəmiş olur. Gəldi 30-cu suala. Və nəhayət son sualdır. Deyir ki, ifadəni sadələşdirin və verilmiş qiymətlərə görə hesablayın. Yerinə qoyacağıq. Deyir ki, 6x gəl 6y, 6x gəl 6y. X-a 12 qoyun, y-ə mənfi 2 qoyun. Yazaq, 6 vur x-in yerinə 12. Gəl 6 vur mənfi 2 yazıram. Bərabərdir. 6-nı 12-yə vuranda 72. 6-nı 2-yə vuranda 12. Amma necə 12? Mənfi. 72-dən 12-yə çıxanda 60 eləyir. Deməli, 1-ə aiddir. 1-ə aiddir uşaqlar 60, yəni B variantı. İkinci sual. 5A çıx 5B. 5A, 5-i 25-ə vururam. Çıxıram, 5-i vururam 5-ə. B-nin qiymətinə də. 5 dəfə 25, 125. 5-5-im 25 çıxdım. Yerdə qaldı 100. Buna oldu A variantı. 3-ə də avtomatik C qalacaq. Yenə də hesablayaq. 4 vurulsun M-in yerinə mənfi 3-dür. Çıxılsın. 4 vurulsun N-in yerinə mənfi 7-dir. 4 dəfə mənfi üçün mənfi 12. 4 dəfə 7 mənfini mənfiyə vuranda uşaqlar nisbət edir. 28. Yaxşı, 28 daha böyükdür deyə cavab nisbət olur. Çıxanda da 16 qalır. Bu da belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Rəy yazmağı unutmayın. Xahiş edirəm, izləyin. Niyə görə izləyin? Çünki monitoringdə %100 buradan 3-4 sual görəcəksiniz. Hələlik.